her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır. Mənim həyatımın məqsədi Azərbaycandır. Azərbaycan xalqıdır. Azərbaycan Respublikasıdır. Azərbaycan vətəndaşıdır. Mən hər şeydən əvvəl Azərbaycan vətəndaşıyam. Bu sözlər Londonun xalqına olan sevgisini ən gözəl şəkildə ifadə edir. O müasir Azərbaycanın qorunmasına milli birlik və güvən simvoludur. Xalqımız üçün qürur hissini yaradan, iftihar hissini verən odur ki, o artıq azad yaşayır. Öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası vardır. Demişəm və indi də deyirəm. Həyatımın bundan sonraki hissəsini xalqıma bağışlayıram. Mən müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram.